Tələbələrdən belə bir sual gəlib ki, şirkətlər iflas eləyə bilir, fərdlər iflas eləyə bilir. Dövlət də iflas eləyə bilərmi? Əlbəttə iflas eləyə bilər. Məsələn, Şri-Lanka, Livan, Zambiya, Qana, Argentina, Ekvador, Venezuela, Rusiya, sonra bu yaxınlarda necə deyirlər, ən sonuncu təxminən Yunanistanı buna nümunə çəkmək olar. Bəzən deyirlər Yunanistan tam default hesab olunmaz, amma ümumi daxili məhsulunun 180%-ə qədəri borclardan ibarət idi. Təxminən 300 milyard avroluq bir dəstəklə, Avropa ölkələrinin dəstəkliyi ilə Yunanistanı o defaultdan çıxartdılar, amma faktiki olaraq o da belə bir vəziyyətlə üzləşmişdi. Deməli, texniki baxımdan default vəziyyəti bir ölkə üçün buna suveren default deyirlər çox vaxt. Texniki baxımdan hə də demək olar, yox da demək olar. Amma məsələn, bir ölkə gəlib məhkəməyə deyə bilməz ki, mən müflisəm, borcumu ödəyə bilmirəm. Belə bir şey iqtisadi olaraq, faktiki olaraq mümkün deyil. Yəni, iqtisadi baxımdan mümkün deyil. Amma dediyim kimi, adını çəkdiyim ölkələrdə belə bir hal yaşanmışdı. Bəs default vəziyyəti nə vaxt ortalığa çıxır? Dövlət ya kifayət qədər vergi yığa bilmir, borcları artıq onun dözülməz həddə gəlib çatır, deməli, maaşları gecikdirir, sosial xərcləri gecikdirir, investisiya layihələrini gecikdirir və investorlar ölkədən qaçır. Ən maraqlı olan biz nədir? Dövlət iflası təkcə pul çatışmazlığıdırmı? Belə bir sual çıxır ortalığa. Xeyr. Eyni zamanda dövlətə olan inamın itməsi də dövləti iflis vəziyyətə salır. Borc verənlər, hətta o borc vermə, necə deyərlər, inamını dayandırdığına görə sağlam iqtisadiyyat belə default vəziyyətinə və yaxud da iflas vəziyyətinə düşə bilir. Bəs dövlət belə olanda nə olur? Həmin bu default vəziyyətinə düşəndə, iflic vəziyyətinə, iflas vəziyyətinə düşəndə nə olur? Dövlət öz borclarını restrukturizasiya eləyir, sonra ödəmələri dayandırır,